Baliyə yenidən qayıtdım. Amma bu dəfə əl qohumum. Bir nəfər üçün turun qiyməti 6460 manatdır. Türk Hava Yolları ilə gediş-dönüş Bakı-İstanbul, İstanbul-Bali hava limanından transferlə otelimizə yerləşdik. Gözəl qarşılandıq. Arkamara, Ubudun 5 ulduz otellərinin proqram doludur. Dünyanın ən bahalı kovesinin Luvakın dadına baxıb Alasharon və məşhur Bali dondurması. Balinin ən məşhur turistik məkanlarını kəşf edib bol-bol əyləndik. Axşam yeməyini qərar aldıq ki, Lotus'dan yeyək. Keçən ildən dad damağımda qalan nasi goreng. Bu isə Balinin gecə görüntüsüdür. Hər səhərimiz fərqlidir. İsti, amma yağışlı bir səhər. Səhər yeməyini sevməsəm də burada çox sevirəm. Özümüzü tamam Didariyədə çatdırdıq. 2 gün ərzində bu qədər məkan gəzdik, meditasiyalar etdik. Şəfalanma, meditasiyalar, şamanla görüş. Balini həm kəşf edib, həm də şəfalanırıq. Növbəti günlərin vloqunda görüşərik. Həyatımda Bali çox böyük izlər buraxıb. Bu haqda növbəti vloqlarımda.